Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Bakıda keçirilən Çempionlar Liqasının qrup mərhələsinin ikinci tur oyununda Azərbaycanın Qarabağ klubu Danimarkanın Kopenhagen 2-0 hesabı ilə məğlub edərək klub kassasına növbəti bonusları gətirib. Günün xəbərləri Azerisport.com-la istinadən məlumatına görə bu qələbə Ağdamlılara əlavə təxminən 4,2 milyon manat qazandırıb. Bu, atlıların Benfica ilə oyunda 3-2 əldə etdiyi məbləğlə eyni rəqəmdir. Beləliklə, 2 turdan sonra atlılar ümumilikdə təxminən 8,4 milyon manat qazanıblar. Uğurlu çıxışın davamı daha çox bonus vəsaiti gətirəcək. Bundan əlavə, UEFA klubun ümumi turnir cədvəlindəki son mövqeyinə görə və turnirin marketinq komponenti üzrə də ödənişlər edəcək. Xatırladaq ki, Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla artıq təxminən 37 milyon manat təmin edib.